Deməli 9-cu sinif şagirdi tənəffüsdə öz tələbə yoldaşını bıçaqladı. Bax. Ay, gecə günü son zəhlərdə ayo jiz varam deyirlər, nə deyirlər bilmirsən. Sonra nə ayırlar, o kriminal mahnılar oxudurlar. Və bilmirsinizmi nə olacaq? Bu arada Təhsil Naziri yaxşı göstəriş verdi. Mən yaxşı qərar olanda deyirəm, yaxşı qərardır. Təhsil Nazirliyi dedi ki, ancaq Azərbaycan milli mahnılar son zəhdə çaldırıla bilər, ifa elətdirilə bilər, tar, qarmonza da canlı ifa da gələ bilər. Ancaq vaizdir, ancaq o oynamaqlar, tango, mango, xarici rəqslər olmaz. Çox gözəl qərardır. Yəqin ki, bu Təhsil Nazirinin qərarının icra olunmasını gözdən keçirəcəklər. Yəni, nəzarət eləyəcəklər. Məktəbdə, bütün müəssisələrdə bu gün anın günüdür. Bu gün onu deməlidirlər. Bu gün nəinki məktəbdə, bütün müəssisələrdə, zavodlarda, fabriklərdə, hər yerdə gəlib olmalı ki, biz şəhidlərimizi ziyarət etmək. Təkcə 27 sentyabrda yox. Ən azı ayda 2 dəfə, 3 dəfə gəlib ziyarət eləməlidir. Mən bura dəfələrlə gəlirəm ki, yalnız bir neçə şəhid anası var və bir neçə müalicə var və belə olmamalıdır. Bu xalq unutmamalıdır. Bayaq bizim 1992-ci ilin qazisi vətən olunub, 92-ci şəhidlərin üzərində deyir ki, biz bu şəhidləri unutmuşuq. Derim, niyə? Unutmasaydı biz bu 92-ci də şəhid verdiğimiz qardaşlarımızın üstünə gəldik, fərq qoymazdı. Ona görə də, əziz Azərbaycan xalqı, bizim sizlərdən istəyimiz bundan ibarətdir ki, şəhidlərimizə fərq qoymayın, şəhidlərimizi daimi ziyarət edin. O evlatlar böyüdür evlərdə, onları vətənpərvər ruhda böyütməliyik. Erməni hər zaman, kimsə deyə bilməz ki, erməni daha qutardı, biz dostluq eləyəcəyik və yaxud ki, münasibət olacaq, artıq onlar məqlub olub, artıq falan filan. Bu, laf olsun, gəlin özünüzü anlatmayaq. Dəyərli vətənlərim, tamamilə doğrudur. Ukrayna F-16 və Fransanın Miraj qırıcıları ilə Rusiyanın geniş hücumunu dəf etdiyini açıqlayıb. Miraj qırıcı təyyarələrindən istifadə ilk dəfədir ki, baş verir. Rusiya gecə saatlarında Ukraynanın enerji infrastrukturuna 67 raket və 194 dronla hücum edib. Ukrayna deyir. Dronların yüzü, raketlərin isə yarısı vurulub. Fransa bir ay əvvəl Ukraynaya Miraj qırıcılarını yollamışdı. F-16'lar isə avqust ayında Ukraynaya verilib. Bu hücumun dəf edilməsi zamanı onları Ukrayna pilotları sürüb. Shopify, you can start, run and grow your... Deməli, dəyərli vətənlərim, doğrudan da düz deyir bu qazi ilə. Bu qazi belə sözlər dediyinə görə bunu həbs elədilər, həbsə atdılar. Bu ölkədə qazilər həbs edilir. Amma qazi deyir orada, qazimiz gözünü amputasiya eləyiblər, çıxardıblar. Qazi deyir ki, vətənpərvər ruhda böyütməliyik uşaqlarımızı. Amma necə böyüdək? Dərs kitablarında baxırsınız ki, artıq məktəblərə erotika kitablarını pulsuz verirlər. Kitabxanalara doldururlar. Pulsuz verirlər. Necə vətənpərvər olsunlar, böyüsünlər ki, axı 3-cü sinifə qədər kitabda belə div gəldi, girdi nənənin yanından, nənənin uşağı oldu divdən. Sonra nənənin baba gələndə nənə gizlətdi uşağına, belə şeylərdən danışırlar. Balaca yadınızda da bu nə qədər göstərmişik biabırçı dərsliklərdə. Bir ölkənin ki alimləri, nədir o, İsfəndiyərin, Şəruri İsfəndiyərin alimlər əlinin altında fəhlə işləyəcəklər. Çoban İsfəndiyərin. Bu ölkədə nə gözləmək olar? Bir ölkədəki alimlər, professorlar, Harvardı qutaranlar, hamısı həbsxanadadır. Çürüklər içərdə, çürüklər çöldə, sağlamlar içərdədir. Ayıbdır, biabırçılıqdır. Belə olmaz bu. Dəyərli həmvətənlərim, bütün hallarda qaldı ki, şəhidlərə niyə qiymət vermirlər? Deyim sizə niyə qiymət vermirlər? Bizim xalqımız şəhidlərə qiymət verən xalqdır. And olsun şərəf və ləyaqətimə deyirəm. Bizim xalqımız şəhid və qazilərə qiymət verən xalqdır. Niyə yaxşı qiymət vermə azalıbdır? Niyə?
Bunun bir səbəbi var, əsas səbəbi. O torpaqlar İlham Əliyev üçün, Erdoğan üçün, Putin üçün azad oldu. Xalq üçün azad olmadı. Xalq üçün azad olsaydı, o Qarabağlara, Qarabağ ətrafında olan insanlara bircə sot dədədən, babadan qalan bircə sot torpağı versəydilər, dədədən, babadan qalan o ev lazımdır, o evi uçurdublarsa belə, o evin xımı lazımdır, xımı. Nə deyirlər ona, kebi lazımdır. Dədədən, babadan qalan evi verilmədi, bir otaq verilmədi, bir cücə damı verilmədi, bir sot, bir qarış torpaq verilmədi, toyuğunu çölə qoyanmazsan, 5 dənə göyərti səpmək icazə verilmir. Heyvan gətiriblər hansısa bir variantdan keçini pul verib keçiriblər. Pul verib keçini keçiriblər içəri qoyunu. Gəlib deyirlər, yox, götür keçini. Kirişiyə qaldırıb keçi olmasa həftədə, ayda birini kəssin, gitsin də nə arasında da gətiribdir da. Yəni deyələmədəm, çox acınacaqlı bir vəziyyət var ölkədə. Millət həqiqətən çökübdür. Bunun yenə əvvəl bir balaca dara düşəndə əmi, dayı axtarmaq olurdu. Yenə bir balaca dara düşəndə qardaş, əmi oğul bir-birinə hamı yardım eləyə bilirdi, az da olsa eləyə bilirdi. İndi o variant da yoxdur. Hamı bir-birinin üzünü çevirir. Hamı ağlaşma, hamı pis vəziyyətdədir. Yenə əvvəllər qadınlar bədənini satırdı normalni pula. İndi baxırsan diskotekaya gedirsən, ya hansısa bir kluba gedirsən, qardaş görürsən ki 20% oğlan var, o da ərəblərdir. Hamısı 80% qızlar dolubdur. İlham Əliyev xalqa elə dərman verib ki, İlham Əliyev xalqa elə dərman verib cəmaatın mıxı durmur. 20 yaşında uşaqlar ürəyində stentdən dolaşır. Belə bir abırçılıq mı olar? Bax insanlar nə gün dedilər? Mən demirəm, qardaşım, sən denən, gedin baxın insanlar nə gün dedilər. Vallahi insanlar var ki, gecə gündüz qəbirdə yatır. Məşhədlər yoxdur. Məşhəd nədir, qəbirstanlıqdır da. Dəfn olunan yerlər. İnsanlar gecə gündüz qəbirdə yatırlar. Biri ağlayır, biri yaylıq sürtür, biri başını qoyur, biri dua edir, biri dərdini danışır. Və gecə səhərə qədər və bu davam edir. Yüzlərlə, minlərlə insanlar yəni quburidirlər yəni. Bağlıdır. Qəlbi qəbirə bağlıdır. Vallahi gəlir ölünün yanına, ölüb də yəni yoxdur. O deyir sağdılar. Qardaş, sağ deyil, ölüb yəni. Allah yanında sağdılar, sən bilmirsən onu. O nə edir orada? Fakt odur ki, bizə görə ölüb bu adam, torpağın altındadır, dəfn edilir. Aydın daxil. Və bütün ümidi, rəcası, təvəkkülü, qəlbi hamısı ona bağlıdır. Dərdlərindən başqa ölkədən gəlib dərdlərini buna danışmağa ölüyə. Dərdləri əslində danışılan kimdir? Allah subhanahu və teala. Niyə? Qardaşım, istənilən dərdi aradan qaldıran Allahdır. Yəni problemi yəni. Allah ərz elə və salam. Allah üçün heç nə çətin deyil. Niyə? Hər şey onun əlindədir, xəzinə onun əlindədir, o idarə edir, o istəyəndə olur, istəməyəndə heç də ola bilmir. Danış ona, sən gəlirsən qəbrin yanına çatır, rahatlaşdı və salam yəni. Quburidir ona görə. Amma sən nə? Sən qardaşım, muvahhid, tövhid əhli, tək Allah ibadət edirsən. Peyğəmbər sallallahu aleyhi və səlləm göndərilmişdi ki, vallahi yer üzünə get insanları, vəzifə var yoxsa yox, vəzifəsi var idi. Risaləti təbliğ eləmək. Risalət nə idi? Bax insanlar nə gün dedilər? Və mən demirəm, qardaşım, sən deyilən, gedin baxın insanlar nə gün dedilər. Bu Məkkəni, Mədinəni də biznesə çevirdilər, şərəfsizlər, alçaqlar. Almaniyadan cəmaat gedir 700 euroya, Fransadan gedir 600, 700, 800 euroya başa gəlir. Amma Azərbaycandan daha da yaxındır. Azərbaycandan gedirlər 10.000 manata. 6.000 dollardan baha başa gəlir. Yəni çox biabırçılıqdır. Məkkəni də elədilər, bu şərəfsizlər, alçaqlar, monopoliya alıblar. Fikir verin, Məkkədəkilər heç ora gələndən o qədər qazanmır, İlham durduğu yerdə qazanır. Dünya xəbər, aktual hadisələr, son xəbərlər.
səhv var bir qur. Bircə dəqiqə değerli həmvətən. Neyse. Ukrayna Dostlar, değerli həmvətən, efiri bitirək. Mənim məlumatlarımın yarısı gəlmədi. İnşallah onları sabah çatdıracağım. Söz verirəm. Ola bilər sabah gün ortada yayım açdım. Allah sizi bərxudar və bəxtiyar eyləsin. Sağ olun, salamat qalın, möhkəm olun, özünüzə yaxşı baxın, değerli həmvətənlərim.